Axşamınız xeyir, əziz müəllimlər, bir daha. Mən Arzu Ahiz. Bugün sizinlə təsirli yazı bacarığının sirri fikirdən qələmə adlı təlimdə birlikdəyik. Bildiyiniz kimi, Reading nəşriyyatı olaraq müəllimlərə hər zaman ödənişsiz təlimlər, faydalı vəsaitlər və bacardığımız bütün vəsait və yollarla müəllimlərə və şagirdlərə eyni zamanda dəstək olmağa çalışırıq. Bugün isə ən çox son zamanlar haqqında ən çox bəhs olunan 2027-də tətbiq olunacaq esse, daha doğrusu paraqraf modeli ilə tanış olacağıq bu təlimdə və mən isə əlimdən gəldiyi qədər bunu qısa və aydın şəkildə izah eləməyə çalışacağım sizlərə. Çünki son zamanlar çox görürük, müəllimlər çox narahat olur bu haqda. Müəllimlərin narahatlığı şagirdlərin də narahat olmağı deməkdir. Ona görə mümkün qədər bu məsələyə belə deyək, aydınlıq gətirəcəyik və bugünkü təlimdə ən əsas bizə nələr lazımdır bu esseni yazmaq üçün onlara diqqət eləyəcəyik. Onu qeyd edelim ki, bugünkü təlimdə biz sırf DİM-in bizdən tələb elədiyi esse modeli üzərində daha çox işləyəcəyik. Bugünkü təlimdə biz bu mövzuları müzakirə eləyəcəyik. Əvvəlcə DİM-in bizə təqdim elədiyi yeni esse modelini, mən buna paraqraf deyərdim, birlikdə anlayacağıq, birlikdə onu təhlil eləyəcəyik. Daha sonra ümumiyyətlə yazı işi necə qurulmalıdır bununla bağlı danışacağıq. Daha sonra qiymətləndirmə və yazı bacarığını uşaqlarda necə inkişaf elətdirə bilərik. Yəni həm belə deyək, öyrədən, həm öyrənən baxımından biz ən effektiv yolla uşaqlara bu modeli necə işlədə bilərik, ona baxacağıq. Deməli, ilk olaraq başlayaq DİM-in bizə təqdim elədiyi model paraqraf nümunəsini təhlil eləməklə. Burada DİM bizə həm tələblər verib, necə yazılmalıdır deyə, daha sonra bu qoyduğu tələblərə uyğun bizə nümunə mətin verib. Əvvəlcə tələbləri nəzərdən keçirək. Deməli, bizim ümumiyyətlə bildiyimiz kimi bu vaxta qədər belə deyək, ən maksimum 11-ci siniflərdə biz deməli 3 cümləlik bir fikir yazırdıq. Belə deyək, qısa esse deyək buna, balaca esse yazırdıq. 9-cu siniflərdə isə təzəlikcə gətirmişdilər şəkil təsviri. İndi isə bizə tələb olunur bizdən, şagirdlərdən ki, minimum 100 sözlük paraqraf yazsınlar. Bu paraqrafda bizdən nə tələb olunur? Bütün yazı işlərində olduğu kimi bizim bu paraqrafımızda deməli olmalıdır bizim topic sentence'imiz, yəni giriş hissəmiz, daha sonra olmalıdır body partımız, yəni supporting sentences və yekunlaşdırıcı hissə olmalıdır, yekun cümlə olmalıdır. Sadəcə burada DİM bizdən həm də tələb eləyir ki, bildiyiniz kimi bu ümumiyyətlə paraqraf tipi opinion paraqraf tipidir. Yəni biz verilən suala şagirdlər daha doğrusu öz münasibətini bildirməlidirlər və belə bir paraqraf yazdığımız zaman biz əgər sualla razıyıqsa, niyə razı olduğumuzla bağlı səbəblər göstərməliyik və bu paraqrafımızın daha doğrusu əsas hissəsi bundan ibarət olmalıdır. Sadəcə DİM bizdən tələb edir ki, burada əks fikri də, yəni qarşı fikri də biz burada vurğulayaq. Bu da çox əslində buna yer verilmir, yəni şagirdlərdən bu paraqrafı çox geniş şəkildə yazmaq tələb olunmur, amma yenə də bu 100 sözü görəndə uşaqlar biraz həyəcana düşə bilərlər və öyrədən tərəf üçün də həmçinin yeni bir şey olduğu üçün tədrisdə bu biraz müəllimləri təşvişə salmış ola bilər. Daha sonra bizim yazı işimizdə lazımdır bizə fikirlərimizi aydın və məntiqi şəkildə izah eləyək. Sonra uyğun linking words, yəni bağlayıcı sözlərdən istifadə eləyək, hansı ki bu sözlər bizim paraqrafımızın
daha təkmil üzr istəyirəm, daha təkmil formada, daha yaxşı formada alınmasını təmin edən hissələrdən biridir, əsas hissələrdən biridir. Bununla bağlı indi növbəti slaydlarda danışacağıq. Sonra hər bir yazı işində olduğu kimi biz burada da mövzudan kənara çıxmayacağıq. Yəni bizə təqdim olunan sualdan kənara çıxmadan həmin suala biz öz münasibətimizi bildirib paraqraf yazmalıyıq. Və bizdən yenə tələb olunan bu bayaq ona görə əslində paraqraf dedim. Tam olaraq esse deyil bu. Çünki hamısı bir yerdə olduğuna görə, yəni ayrı abzaslara bölünmədiyinə görə bu paraqraf sayılır. Biz DİM-in bizdən tələb elədiyi məqamlarla tanış olduq. İndi isə keçək bizə təqdim olunan nümunəyə. Fikir versəz, burada elə öz yazdıqlarını tətbiq eləyiblər. İstəyirsiniz mətni birlikdə nəzərdən keçirək, daha sonra keçək növbəti hissələrə. Mətni oxusaq, ilk hissə bizim topic sentensimizdə hansı? Deməli, school uniforms should be required for all students because they help make schools more equal and organized. Fikir versəz, burada biz sualı restate elədik, yəni yenidən ifadə elədik bizə verilən sualı və burada bir özümüzdən kiçik bir səbəb əlavə elədik. İndi bundan gələcək növbəti səhifələrində tanış olacağıq. Daha sonra bizə lazımdır ki, ən azı 2 biz səbəb göstərək və onları da nümunələrlə izah eləyək. Okey, keçək burada bizə baxaq görək birinci səbəbi nə verib. First, uniforms reduce pressure to wear expensive clothes so students from different backgrounds can feel equal at school. Okay, birinci səbəbimiz o oldu ki, bahalı geyimlər giyinməklə bağlı təzyiqi azaldır uniformalar. İndi baxaq görək buna misal nə verib. For example, students do not need to worry about buying expensive outfit to look good, although they are not so rich to buy it. Bizim birinci misalımız, birinci səbəbimizə misal burada bitir. Keçirik növbətiyə və bu artıq bizim ikinci səbəbimizdir. Also, uniforms help students focus on their studies because they spend less time thinking about fashion. Okay, bizim 2 dənə, biz demək razılaşdıq bu bizə sualda soruşulan fikirlə biz razılaşdıq ki, bəli, bütün tələbələr üçün məktəb formaları tələb olunmalıdır və biz razılaşdığımızla bağlı 2 dənə səbəb verdik. İndi isə biz veririk qarşı fikir, hansı ki bu DİM-in tələbidir. Qarşı fikirdə isə biz əgər sualla razılaşmışıqsa, razılaşmamaqla bağlı bir fikir veririk, yəni öz fikrimizə əks fikir və ya sualda bizdən istənilən, daha doğrusu soruşulan deməli şeylə razılaşmırıqsa, biz əks hissədə biz həmin fikirlə razılaşacaq bir cümlə veririk. Okey, biz burada yuxarıda razılaşdıq. Bizim növbəti hissəmizdə əks fikir bu cümlədir. Deməli, however, some people believe uniforms shouldn't be required because students want to express their personality and feel comfortable choosing their own clothes. Bu artıq bizim əks fikrimiz oldu ki, burada şagirdlərdən deməli, məktəb forması tələb olunmamalıdır. Və bura qədər. Artıq bizim yekun cümləmizdə isə deməli, paraqrafımızı bitirəcək bir cümlə verilib. Burada amma diqqət olunmalı bir şey var. Yekun cümlədə yenə qarşı fikri nəzərə alıb öz fikrimizi çatdıraraq paraqrafımızı bitiririk. In conclusion, bu yenə bizim linking word'ümüzdür. Although uniforms may limit personal expression, hansı ki biz bu hissədə qarşı fikri nəzərə aldıq.
They create equality. Və öz fikrimizdə yenə dayandıq, öz fikrimizi vurğuladıq. Ümumiyyətlə, şagirdlərdə yazı işini hardan başlamaq lazımdır? Təbii ki, biz heç bir şagirddən tələb eləyə bilmərik ki, bir oturuşda bizə mükəmməl bir tələb olunan esse yazsın. Təbii ki, sıfırdan başlamalıyıq və ümumiyyətlə başlanğıc səviyyədən yüksək səviyyəyə doğru irəliləmək lazımdır. Bunun əsas məqsədi də şagirdi stresə salmadan başlanğıc səviyyədən başlayanda və nədən başlamalıdır, əvvəlcə nələri bilməlidir və onu sonra necə təkmilləşdirə bilər, ona görə də başlanğıc səviyyədən başlamaq lazımdır. Yəni, bir uşaq cümlə quruluşunu bilmirsə, cümlədə ümumiyyətlə qrammatik belə deyək, qaydaları bilmirsə, nəyi harada istifadə eləyəcəyini bilmirsə, biz bu uşaqdan gözləyə bilmərik ki, o bizə 100 sözlük esse yazsın. Eyni zamanda cümlə quruluşundan əlavə olaraq cümlə tiplərini də anlamaq lazımdır. Çünki biz burada birbaşa münasibət bildirən bir paraqraf yazırıq. Yenə bayaq dediyim kimi, biz bu təlimdə DİM-in bizdən tələb elədiyi paraqraf üzərində əsasən təhlil aparacağıq. Yəni, bu sual tiplərini, cümlə tiplərini, cümlə quruluşlarını uşaq bilməlidir. Bunun üçün də nə lazımdır? Kifayət qədər mütaliə lazımdır. Dediyimiz kimi, ümumiyyətlə cümlə quruluşlarını uşaq başa düşməlidir və daha sonra onun üzərində biz tələb eləyə bilərik ki, uşaq esse yazsın. Buna da nə lazımdır? Kifayət qədər ingilis dilində, bura diqqəti çəkim, ingilis dilində mütaliə lazımdır. Çünki mütaliə zamanı şuur altında biz artıq cümlə quruluşlarını nə qədər mütaliə eləyiriksə, şuur altında biz cümlə quruluşlarını artıq, belə deyək, öyrənirik və bir də görürük ki, biz normal cümlələr yazmışıq ingilis dilində. Yəni, mütəmadi olaraq uşaqlara mütaliəni təşviq eləməlisiniz. Bu, günə 1 səhifədə olar, günə 5 səhifədə olar, amma mütəmadi olaraq mütaliə ilə məşğul olan uşaq burada daha yüksək nəticə göstərəcək. Ümumiyyətlə, yazı prosesi necə olur? Yenə bayaq dediyim kimi, biz birdən-birə esse yazmağı tələb eləyə bilmərik və ümumiyyətlə, uşaq yazı prosesini başa düşməlidir. Elə əvvəlcə özümüz başa düşməliyik ki, şagirdlərimizə də yaxşı şəkildə izah eləyə bilək. Deməli, şəkildən də göründüyü kimi, yazı prosesi əsas 5 mərhələdə təşkil olunur. Buna daxildir pre-writing, drafting, revising, editing, publishing. Bunlara nəzər salaq görək, bunlar nədir? Pre-writing adından da göründüyü kimi yazıya hazırlıq, yəni ön hazırlıqdır. Bu hissədə biz nə edirik? Biz sualı oxuduq. Sualı oxuyandan sonra artıq, məsələn, biz bayaqki DİM-in bizə təqdim elədiyi sualda, məsələn, bütün şagirdlər üçün məktəb formaları tələb olunmalıdırmı sualında bizim artıq beynimizdə istər-istəməz hə ya yox sualı, daha doğrusu cavabı yaranır və buna aid az da olsa bir fikir yaranır. Bunlar sistematik olmasa da yaranır. Ümumiyyətlə, bu hər hansı bir sualı oxuduğumuz zaman brainstorming deyilən bir şey baş verir, beyin fırtınası və biz bu zaman ideyalarımızı, bayaq da dediyim kimi, yəni sualı oxuduğumuz zaman beynimizdə artıq qaralama formatda da olsa ideyalar formalaşır və biz bu ideyaları toplayırıq, formalaşdırırıq və toplayırıq. Bura mind mapping, clustering deyə bölmələr də daxildir, hansı ki, ondan növbəti hissədə bəhs eləyəcəyik. Mind mapping nə deməkdir və clustering nə deməkdir? Bu, o deməkdir ki, beynimizdə formalaşan həmin ideyaları qaralama şəklində biz tökürük yazıya, yəni sxem formatında. Bizim burada bu əsas hissədə qalır bizim sualımız. Daha sonra biz ona beynimizdə, məsələn, indi bizim DİM-in bizdən tələbi 2 dənə səbəb verməkdir. Səbəbimizi fikirləşdik, daha sonra nümunələr. Təbii ki, bunlar yenə dediyim kimi son variant deyil, sadəcə ilkin ağlımıza gələnlərdir.
Sonra biz pre-writing-i bitirəndən sonra keçirik drafting. Drafting nədir? Qaralama, yəni ilkin yazı və qaralama. Burada biz ideyaların və yazını ilkin mətn halına salırıq. Qeyd edeyim ki, burada heç bir yazı, üslub, leksik, qrammatik, heç bir səhvə fikir vermirik. Yəni, uşaqlar, şagirdlər bunu eləsə belə, onlarda bunu düzəltmirik. Bu hələ drafting hissəsidir. Biz imkan veririk ki, uşaqlar beynindəkini qaralamaya töksünlər. Yəni, qarşılarında olsun və sanki bir plan qarşılarında varmış kimi onun üzərindən onlar yazı, deməli, son variantını, daha doğrusu həmin yazının son varianta çatdıracaqlar. Ona görə biz onlardakı heç bir səhvə toxunmuruq. Sonra bizim revising bölməmiz var. Revising bölməsində nə edirik? Biz qaralamanı ki çıxartdıq, həmin qaralamanın üzərində yenidən işləyirik. Ümumiyyətlə, yazdığımızı nəzərdən keçiririk. Yəni, biz orada yazdıqlarımızı biraz da yaxşılaşdırırıq. Daha sonra editing bölməsində isə biz artıq yazdığımızı redaktə edirik. Yəni, burada bu əvvəlki o qrammatik, texniki, yazı, üslub, bu tip səhvləri biz artıq redaktə bölməsində düzəldirik. Və düzəldəndən sonra publishing bölməsində isə həmin, belə deyək, təmiz versiyanı biz artıq, belə deyək, məsələn, DIM imtahanında biz cavab vərəqimizə köçürürük və ya başqa yerlərdə lazım olursa, son variantı biz artıq geniş auditoriya üçün təqdim edilmək üçün hazır vəziyyətə gətiririk. Burada dediyim kimi, yenə bizim deməli, paraqrafımız var. Paraqrafımızda 2 dənə səbəbimiz olur. Minimum 2 dənə səbəbimiz. Təbii ki, daha artıq yazmaq istəyən daha artıq da yaza bilər və bu onlar üçün plusdır. Və hər bir səbəbə aid nümunə gətiririk. Topic sentensimizlə concluding sentensimizdə öz yerində. İndi DIM nümunəsi üzərində əslində biz izah elədik. Sadəcə burada daha aydın şəkildə altından xətt çəkərək göstərmişəm. Burada qırmızı ilə altı xətlənmiş cümlə yenə bizim topic sentensimizdir. Növbəti yaşıl cümləmiz bizim birinci səbəbimiz. Digər for example ilə başlayan cümləmiz bizim misalımız, səbəbimizi izah eləyir. Daha sonra növbəti cümləmiz bizim ikinci səbəb və nümunəmizdir və yenə burada dediyim kimi DIM-in bizdən etdiyi tələbə uyğun olaraq əks fikri də yenə vurğuluyuruq. Yekunda isə əks fikri nəzərə alaraq biz öz fikrimizi də vurğulayıb paraqrafımızı bitiririk. İndi isə həmin DIM-in bizə verdiyi sual tipinə bənzər bir sual üzərində sıfırdan bir paraqraf yazaraq bunu hansı şəkildə, nə dərəcə aydın olub-olmadığını birlikdə baxaq, yoxlayaq. Deməli, sualımız belədir. Do you think students should do regular exercise? Or, elə DIM-dəki kimi, should students do regular exercise? Bunlar bir-birinə alternativ suallardır, yəni hər ikisi eyni mənaya gəlir. Okay, bizim sualımız belədir ki, şagirdlər mütəmadi olaraq idmanla məşğul olmalıdırmı? Okay, bizim deməli ilk bizə lazım olan topic sentence-dir, giriş cümləmizdir. Giriş cümləsi nə edir? Mövzunu təqdim edir və yazıcının, yəni yazanın fikrini göstərir. Paraqrafın ilk cümləsidir. Biz DIM nümunəsində də gördüyümüz kimi topic sentence-də sualı təkrar edərək, yəni restate edərək biz deməli giriş cümlədə fikrimizi də eyni şəkildə çatdırırıq. Deməli, sualımız nə idi? Do you think students should do regular exercise? Topic sentenceimiz students should do regular exercise because it's important for their health and success. Or, belə bir şey də yaza bilərik. Bu da başqa bir alternativdir. I think
Students should do regular exercise. Bura kimi sualı restate elədik. Because fikrimi ifadə eləyirəm. It is important for their health. Burada I think opinion phrase'dir, yəni fikir bildirən ifadədir. Bunu istifadə eləmək də yenə şagirdə plus'dır. Yəni onun işinin nə dərəcə yaxşı olduğunu müəyyən edən nüanslardandır. Opinion phrase'lərə nümunə olaraq I think blah blah because blah blah. In my opinion, mənim fikrimcə, I believe that, mən inanıram ki, it's clear that, aydındır ki, deyə istifadə edə bilərlər bu opinion phrase'lərdən. Okay, bizim burada 2 dənə nümunə topic sentence'imiz oldu. Topic sentence'i bir daha təkrar eləyək. Bizə verilən sualı restate eləyərək, həmçinin öz fikrimizi bəlli eləyərək, yəni biz burada sualla razılaşdıq və razılaşmamızı burada göstərdik. Bu bizim oldu topic sentence'imiz. İndi keçirik əsas hissəyə. Hansı ki biraz uzun olan hissədir. Buna body part da deyirlər, or supporting sentences, yəni əsas hissə və ya dəstəkləyici cümlələr deyə biz bu hissəni adlandıra bilərik. Burada biz, tutaq ki, sualla biz razılaşdıq, düzdür. Burada biz niyə razılaşdığımızı əsaslandırırıq, səbəblər və nümunələr gətiririk. Deməli, burada nə edirik? Səbəbləri veririk, nümunələri veririk, fikrimizi izah eləyirik və demin tələbinə uyğun olaraq fikrimizə əks arqument, yəni qarşı fikirdə vurğuluyuruq. Yenə burada linking words var. Məsələn, səbəb olaraq birinci səbəbimizi göstərəndə first, firstly, second, secondly, to begin with deyə birinci səbəbimizi göstərə bilərik. Digər ikinci səbəbə keçəndə also, moreover, in addition, furthermore və s. kimi linking words-ü təbii ki, internetdən buna müxtəlif nümunələr tapmaq olar və bu, belə deyək, linking words-ü istifadə eləyərək yazı işini şagirdlər daha da təkmilləşmiş formada deməli cavab kartına yaza bilərlər və imtahanı yekunlaşdıra bilərlər. Daha sonra biz nümunə əlavə edirik. Buna for example, for instance və s. kimi linking words-dən istifadə eləmək olar. Fikri izah eləyəndə biz hansı ki, deməli, nümunə, bir dəqiqə. Biz hansı ki, nümunə mətnimizdə gördük. Burada so bağlayıcısından istifadə eləyib, elə ilk səbəbin içində fikri izah eləyib, daha sonra ona aid nümunə verib. Sonra isə yenə demin bizdən istədiyinə görə biz fikrimizə əks arqument, yəni biz bununla razılaşırıqsa, razılaşmamağın hər hansı bir səbəbini də burada, yəni onunla bağlı bir arqument də göstəririk. Buna da yenə əks fikir bildirən linking words, yəni bağlayıcı sözlər olan however, on the other hand, although, even though kimi linking wordslər istifadə edə bilərik. Daha sonra keçək indi bunun tətbiqinə. Bizim sualımız necə idi? Do you think students should do regular exercise? Body partımızda nə olmalıdır? Səbəb, bir səbəb və ona aid misal. İkinci səbəb və ona aid misal və əks fikir. Burada birinci səbəbimiz nə vermişik? First, exercise keeps the body strong and helps students stay active. Okay, birinci səbəbimizi verdik ki, idman bədəni güclü saxlayır və aktiv qalmağa şagirdlərə kömək eləyir. Nümunəmiz nədir? For example, students who play sports feel more energetic during the day. Yəni gün ərzində idmanla məşğul olan şagirdlər daha özlərini enerjik hiss edirlər. Okay, biz keçdik ikinci səbəbimizə, nümunəmizə. Also, exercise can improve concentration. So,
burada fikrimizi izah edirik. So, students can study better and get higher grades. Həmçinin idman konsentrasiyanı, diqqəti cəmləməni artıra bilər, inkişaf elətdirə bilər. Beləliklə, şagirdlər daha yaxşı oxuya bilər və daha yaxşı qiymətlər ala bilər. Bunlar bizim səbəblərimiz və misallarımız idi. Əks fikrimiz isə, biz əks fikri də vurğulamalıyıq və bu bizim body partımızda yer alır. Qeyd edeyim ki, bunları biz belə ayrı şəkildə izah edirik, amma bu paraqraf olduğuna görə sonda biz bunların hamısını heç bir abzasa ayırmadan bütöv şəkildə yazacağıq. Okay, əks fikrimizə baxaq. However, some people think students do not have enough time for exercise because they are busy with schoolwork. Buna baxmayaraq, bəzi insanlar fikirləşir ki, şagirdlərin, bizim fikrimiz nə idi? Biz razılaşdıq ki, uşaqlar idman eləməlidirlər, bu onları aktiv saxlamağa kömək eləyir, daha yaxşı oxumağa kömək eləyir falan. Bizim fikrimizə əks fikir səsləndirdik burada. Bəzi insanlar isə düşünür ki, şagirdlərin idman eləmək üçün kifayət qədər vaxtı yoxdur. Çünki onlar məktəbin verdiyi, yəni tapşırıqlarla, ümumiyyətlə məktəb işləri ilə məşğuldular. Əks fikrimizi də səsləndirdik. Bu qədər bəsit. İndi əsas belə deyək, bizi narahat edən hissəni bitirdik. İndi isə keçirik concluding partımıza. Concluding sentence-də, burada yenə dim nümunəsində də olduğu kimi bizə və ya essedə olduğu kimi bizə uzun uzadı bir şey lazım deyil. Sadəcə bir cümlə ilə biz paraqrafımızı yekunlaşdıra bilərik. Deməli, bu nümunəyə, bu paraqrafa uyğun concluding sentenceimizi necə yazmışıq, buna baxaq. Deməli, yekun cümlədir, concluding sentence və paraqrafın son hissəsidir, son cümləsidir. Burada ümumiyyətlə nə baş verir? Bu hissə nəticəni bildirir. Yenə burada fikri yenidən ifadə edirik, yəni restate edirik və topic sentence-də də yadınızdadırsa fikri restate eləmişdik. Biz onu bu hissədə başqa sözlərlə təkrar eləyəcəyik. Eyni şəkildə, yenə dimdə də gördüyümüz kimi, biz burada qarşı fikri də nəzərə alaraq yekun cümləmizi tamamlamalıyıq, yekunlaşdırmalıyıq. Burada da yenə linking words, yenə bizə plus gətirən hissələrdən bundan istifadə eləyə bilərik. In conclusion, to conclude, to sum up, overall və s. kimi deməli linking words-dan istifadə eləyə bilərik. Qarşı fikri isə yenə bunu başladıqdan sonra, indi cümlə üzərində izah eləyəcəm. Bunu başladıqdan sonra nümunədə də gördüyümüz kimi bunu istifadə eləyib daha sonra öz fikrimizi vurğulayacağıq. Yenə burada digər hissələrdə də gördüyümüz kimi heç bir yeni fikir əlavə eləmədik. Heç bir concluding partda xüsusilə heç bir yeni nümunə verilmir, uzun izah yazılmır. İndi keçək görək bizim cümləmiz, concluding sentence'imiz necə olub? In conclusion, although students may be busy, doing regular exercise is very important for both their health and learning. Fikir verdik, linking words-dan istifadə elədik. Əks fikri, bizim fikrimizə əks fikri vurğuladıq, yer verdik ona və yenə öz fikrimizin üzərində duraraq biz deməli paraqrafımızı bitirdik. Paraqrafımız hazırdır və deməli son halına birlikdə baxaq. Sualımız necə idi? Do you think students should do regular exercise? Topic sentence'imiz students should do regular exercise because it's important for their health and success. First, exercise keeps the body strong and helps students stay active. For example, students, this part is for this sentence. This example is for this sentence. For example, students who play sports feel more energetic during the day. Okay, we already finished our first reason.
Next one, also exercise can improve concentration so students can study better and get higher grades. Bizim burada səbəblərimiz tamamlandı. İndi keçdik əks fikrə. However, some people think students do not have enough time for exercise because they are busy with schoolwork. Maraqlı bir nüansı da qeyd eləmək istəyirəm. Bizim dedik ki, concluding hissəmizdə biz deməli əks fikri də vurğulayaraq deməli paragrafımızı bitiririk. Amma burada iki fikri qarışdırsaq da biz bu yuxarıdakı əks fikirdə və səbəblərdə heç birini bir-biri ilə qarışdırmırıq. Hamısının ayrı səbəbi, nümunəsi və əks fikrində olduğu cümlədə sadəcə əks fikir. Concluding partda isə əks fikri də nəzərə alıb yenə öz fikrimizin üstündə dururuq. Okay, in conclusion, although students may be busy, doing regular exercise is very important for both their health and learning. That's it. Düşünürəm ki, kifayət qədər aydın oldu məncə bu 100 sözlük esse ilə bağlı belə deyək, paragraf yazma tipsləri və mən bir şey də qeyd eləmək istəyirəm. Bizim bu təzəlikcəsində deyə bilərik, təzəlikcə çıxan 6-cı sinif Mega Practice kitabında biz bu esse ilə bağlı esseyə, daha doğrusu esse yazmaya da kifayət qədər yer vermişik. 6-cı sinifə əldə edənlər artıq bu hissə ilə tanışdı və şagirdləri üçün istifadə eləyiblər. Sonra biz yadınızdadırsa ilk slaydlarda danışdıq ki, uşaqlar deməli kifayət qədər ingilis dilində mütaliə eləməlidirlər. Bunu hər hansı bir vəsaitdən, hər hansı bir materialdan, newspapers, nə bilim, hər şeydən, yəni artikellər, məqalələrdən, hər şeydən eləyə bilərsiniz. Biz isə buna aid vəsaitlər çıxarmışıq. Vəsait dediyim, kitablar nəşr etmişik, bədii kitablar, hansı ki, burada onlardan bir neçəsinin şəklini bura qoymuşam. Əgər istəyən olsa, vəsaitlərimizin hamısının olduğu kataloqu da qrupa göndərə bilərəm. Burada həm, ümumiyyətlə belə deyim, bizim vəsaitlərimizdə, kitablarımızda beginnerdən advanced-a qədər bütün səviyyələrə uyğun oxucular üçün nəşrlərimiz var. Və bu nəşrlərdən bəziləri sırf ingiliscə oxumaq istəyənlər üçündür, bəziləri həm ingiliscə mütaliə eləyib, həm də belə deyək, internetdə və ya lüğətdə vaxt itirmədən tərcüməsini bilmək istəyənlər üçündür. Əslində, bura bir şey də əlavə eləyə bilərik. Deməli, cümlə tərcümə belə əslində fikirləşdiyimizdən biraz daha qəliz məsələdir. Çünki o cümləni Azərbaycan dilində olsa belə cümlə halına salmaq var və bunu da yenə mütaliə ilə birlikdə öyrənirik. Ona görə tərcüməli əsərlər düşünürəm ki, ilk başlayan şagirdlər üçün və ümumiyyətlə hər yaşda ingilis dili öyrənən və ya oxusunu, nə bilim, ingilis dili bacarıqlarını inkişaf elətdirən hər kəs üçün yararlıdır bu kitablar. Qarşılıqlı tərcümələr ilk başda, daha sonra isə sırf səviyyələrə uyğun, deməli, digər sırf ingiliscə olan vəsaitlər də uyğun ola bilər. Bu qədər, yəni mənim danışacaqlarım bugün sizə bu qədər. Ümid eləyirəm, təlim faydalı oldu. İndi suallarınız varsa verə bilərsiniz və eyni zamanda vəsaitlərimizi əldə eləmək istəyən varsa, aranızda şagirdləriniz üçün istifadə eləmək və əldə eləmək istəyənləriniz varsa, bu nömrədən əlaqə saxlaya bilərlər 055-217-87-38 və mən sizə kömək eləyəcəm, kitabları əldə eləyə bilərsiniz. Həmçinin bizi Instagramda izləyib təlimlərimizdən biz yaxın zamanda bəlkə forumda iştirak edən müəllimlər də buradadır. Çox möhtəşəm bir forumda keçirdik və inşallah növbəti dəfə yenidən forum keçirəcəyik və vəsaitlərimizi əldə edən müəllimlər, işlədən müəllimlər yenə o forumda iştirak edə biləcəklər. YouTube-da da bizim audio materiallarımızla tanış ola bilərsiniz.
Və onu da qeyd edeyim ki, nömrədən mənimlə əlaqə saxlasaz, kataloqu onsuz da qrupa göndərəcəm. Nömrədən əlaqə saxlasaz, müəllimlər üçün biz həmişə xüsusi endirimlər təklif edirik, onlardan da yararlana bilərsiniz. Əlavə nə isə sualınız varsa, buyurun. Bəli, müəllimə, minimum 100 sözdən ibarət olmalıdır. Bəli. Əslində, son dəfə paylaşımlarımda 80 söz, minimum 80 söz yazan şagirdin paraqrafı deyək, qiymətləndiriləcək deyə bir xəbər paylaşmışdılar. Amma bu da minimumdur. Yəni 80 sözdən aşağı paraqraf yazan şagirdin yazığı paraqrafa ümumiyyətlə baxılmayacaq. Hər hansı bir sualınız varsa təlimlə bağlı, bal nə qədər verəcəklər? Bal özlərinin qeyd elədiyinə görə 9-cu sinifdəki kimi olacaq. 16.67 səhv eləmirəmsə. Əslində preposition və article sayılır normalda. Xeyr, 9-lara aid deyil, bu 11-lərə aiddir. Abzas qoyulmayacaq, hamısı bir yerdə yazılacaq. Yeni esse modelinə aid vəsaitimiz inşallah nəşr eləyəcəyik. Bəli, asandır. Yəni, müəllimlərə asandırsa, müəllim rahat şəkildə izah eləyir və şagird də heç bir təşvişə düşmədən rahat şəkildə yazır. Essələrin qiymətləndirilməsi ilə bağlı, yəni əgər bir essedə, bir paraqrafda çox sayda qrammatik səhvlər varsa, təbii ki, bu minusdur, yəni yazan şagird üçün. Daha sonra, yəni məntiqi, ümumiyyətlə belə deyim, əgər şagird paraqrafı yazıb və paraqrafda coherence, ardıcıllıq varsa, fikirlər məntiqi şəkildə irəliləyirsə, qrammatik səhvlər yoxdursa və ya çox azdırsa, üslub olaraq, yazı olaraq yaxşı şəkildə yazılıbsa, bu uşağa düşünmürəm ki, az bal verirlər. Ziniyyət müəllimə çox sağ olun. Müəllimə özlərinin paylaşdığı yeni imtahan modelində 100 söz olaraq qeyd ediblər. Biz onu slaydda da gördük. Çox sağ olun, Sevinç müəllimə. Bəli, Mehriban müəllimə, əks fikir yazmaq mütləqdir. İstənilən mövzu ilə bağlı, yəni 99% mövzu ilə bağlı hər zaman əks fikir olur. Çox sağ olun, Nuranə müəllimə. Təlimimiz artıq bitdi. Ümid edirəm, təlim faydalı oldu. Qatıldığınız üçün təşəkkür edirəm. Çox sağ olun, müəllimə. İnşallah hər zaman faydalı nəşrlər çap eləməyə davam eləyəcəyik. Sizin də belə feedbackləriniz həqiqətən bizi sevindirir. İnşallah bu danışdığımız esse modelində də şagirdləriniz maksimum nəticə göstərər. Prezentasiyanı göndərməyə çalışacağam. Oldu müəllimlər, gecəniz xeyrə qalsın. İnşallah növbəti təlimlərdə yenidən görüşərik. Reading nəşriyyatı olaraq hər zaman sizlərə, şagirdlərinizə dəstək olmağa davam eləyəcəyik. Özünüzə yaxşı baxın, növbəti təlimlərdə görüşərik.